Yaxşı. Bizdə belə bir qraf olarsa, 1-dən 2-yə yol var, 2-dən 3-ə yol var, 1-dən 3-ə yol var və 3-dən 4-ə yol var. Yəni, deyək ki, bunda çəksiz qraf çıxarılır. Yəni. Əgər çəksiz qraf olarsa, o zaman biz deyək ki, bu şəkildə, bu yox, burada artıq çəki var. G-ya pushback edirik V-ni, G-ya pushback edirik U-nu. Düzdür? Yəni, bizim masimiz olur G1-də 2 və 3. G2-də bərabər olur 1-ə və 3-ə. G3-də də bərabər olur 2-yə və 4-ə. G4-də olur yalnız 3. Düzdür? Sonra biz nə edirik? Məsələn, 1-dən 4-ə deyək ki, bizə ən qısa məsafəni istəyir. 1-dən 4-ə ən qısa məsafəni. 1-dən 4-ə ən qısa məsafə üçün biz bir dənə 1-ə BFS eləyəcəyik. Düzdür? BFS edirik 1 və bu özü tapacaq ki, 2 ən qısa məsafə, yəni distance D2 bərabər olur 1-ə, D1 bərabər olur 0-a, D3 bərabər olur o da 1-ə, D4 də bərabər olur 2-ə. Düzdür? Və D4-ü çıxışa verə bilərik. Bu şəkildə biz ən qısa məsafəni tapa bilərik. Bəs əgər burada çəki olarsa, o zaman yeniyəcək iş olar. Yəni, artıq hər zaman bu ən qısa yol görünən BFS bizə kömək edə bilməyəcək burada. Məsələn, deyək ki, yolumuz var və onun çəkisi var artıq iş olar. Yəni, çəkisi varsa, məsələn, deyək ki, nümunə olaraq 1-dən 2-yə yol var və yolun uzunluğu nə qədərdir? Yolun uzunluğu deyək ki, 2-dir. 2-dən 3-ə yol var, bu yolun uzunluğu da 1-dir. Və 2-dən 3-ə yol var, bu yolun uzunluğu da məsələn 4 olsun, bu yolun uzunluğu da 2 olsun. Və burada biz BFS məntiqi ilə geçsək, uşaqlar 1, 3, 4 təklif edəcək də bizə, düzdür? Çünki çəki anlayışı yoxdur və onun üçün çəki hamısı 1-dir. Elə server sualının özündə də demişdik ki, orada səhvəmizdə 41 bal verirdi, çəkinin 1 olma halına, orada çəki var idi. 1 olarsa çəki, o zaman 41 bal ala bilirdiniz siz. Yəni, bu o demək ki, BFS-lə yaza bilərdiniz. Yox, əgər çəki 1-dən artıqdırsa, o zaman artıq 59 balı oradan ala bilirdiniz. Orada da Dix-lə istifadə eləməliydiniz. BFS-lə onu yazsaz doğru cavab ala bilmirdiniz. Məsələn, elə buradan götürsək, əgər 1, 3, 4 yolu, yəni 1, 3, 4 yolu, burada səmərəli yol deyil. Yəni, 1, 3, 4-dən biz 6 uzunluq alırıq. Amma əslində 1-dən 4-ə ən qısa yol nədir? 1, 2, sonra 3, sonra 4. Yəni, bu daha qısa yoldur. Buradan 2, 1, 2, 5 uzunluq ala bilirik. Yəni, bu kimi problemlərlə qarşılaşdığımıza görə biz məcburuq ki, artıq Dix-lərdən istifadə edək. Yəni, çəkili qrafların ən qısa yol məsafəsinin tapılması üçün Dix-lərdən istifadə edəcəyik. Məntiqi də kifayət qədər sadə bir şey var. Yəni, belə deyək də, demişdik ki, DFS-də n-logendir, BFS-də n-logendir, yəni n-logen. Bunların, hətta Dix-də də uşaqlar n-logendir. Biraz sanki o n kvadrata bənzəyir, işləmə məntiqi Dix-də. Amma bu elə deyil, bəzi orada bizim belə deyək, sürətləndirici hissələrimiz var ki, elə hissələr, onların köməkliyi ilə biz biraz daha da işimizi sürətləndirəcəyik. Yəni, n-logenə gətirib çıxara bilirik biz Dix-də. n-logenlə işləyəcək Dix-də. Və Dix-lə işləmə məntiqi ümumiyyətlə çətinlik çəkmir uşaqlar. Burada problem yaşamırlar. Məsələn, birdən yəni Dix-lə ediriksə biz, burada Fatimə gəldi. Fatimə, o... Ben buradayım. Ha, tamam. Tam buradadır. 1-dən 4-ə gediriksə uşaqlar, məntiqi necə işləyir? Məntiqi çox bəsitdir. Yəni, burada belə xüsusi güclü alqoritm yoxdur. Deyəlim ki, yəni. 1-dən 2-yə gedirəm. Əvvəl BFS-də nə edirdik uşaqlar? 1-dən 2-yə gedirdik. Distance 2-ni edirdik 1. Sonra şərtimiz belə idi ki, hər dəfə baxanda biz deyirdik ki, əgər distance deyək ki, V bərabər deyilsə, daha sonra bərabərdirsə -1-ə, o zaman düş nəsə bir şeylər elə. Düzdür? Məsələn, distance 2-yə nə vaxtsa gəlib baxmaq istəsək biz, onda deyəcəkdik ki, ona daha öncə baxılıb. Yəni, distance dəyişib. Bu demək ki, ona da artıq baxmaya ehtiyac yoxdur. Yəni, burada isə uşaqlar bizdə bəzi məqamlar var ki, ona baxmalıyıq. Məsələn, 1-dən 3-ə ən qısa yol var da, BFS məntiqi ilə işləyir burada, elə bir növ o şəkildə baxış olaraq dərininə deyil biraz uşaqlar, daha eninə işləyir. 1-dən 2-yə ən qısa məsafəni, burada uşaqlar D2 belə deyək də, deyək ki 2-dir. 1-dən 3-ə ən qısa məsafə, D3 üçün də deyək ki, məsələn 4-dür. Yəni,
BFS bundan sonra bunu dəyişdirməyəcək. Amma biz əslində baxmalıyıq buna yenidən. Düzdür? 3 üçün 2-dən 1-ə baxmalıyıq ki, əgər biz 2-dən gəlib baxsaq bura, 2 plus 1-dən D3 4 yox, artıq bundan sonra 3 ola bilər. Yəni, belə sadə bəsit məntiq var şu an. 1-dən 2-yə dediyim ki, məsafə 2-dir, yazır D2 2. 1-dən 3-ə ən qısa məsafə 4-dür, yazır D3 üçün 4, distance 3 4-dür. 1-dən yəni 3-ə ən qısa məsafə 4-dür. Daha sonra buranın BFS baxmırdı. Yəni, yadınıza gəlib, 1-dən 2-yə gedirik, 1-dən 3-ə gedirik, sonra 2-yə gəlib baxanda, dedik ki, 2-dən 1-ə baxılıb onsuz da, distance dəyişib. 2-dən 3-ə də gedmirik, çünki distance 3 dəyişib. Bu demək ki, baxmırıq ona. Amma Direct-də baxacağıq. Burada baxacaq. Deyəcək ki, sən təklifini ver görək mənə. Yəni, sən nə təklif edirsən? Mənim əlimdə 4 var. Yəni, hazırda mən hər hansısa bir yolla 4 almışam. Yəni, mən 1-dən 4-ə qədər, 1-dən 3 nöqtəsinə 4 uzunluğuna gələ bilirəm. Yəni, sən əgər daha yaxşı təklif edirsənsə, okey deyəm, mən onu dəyişdirə bilərəm. Problem yoxdur. Yəni, baxır. Burada baxacaq. Sonra baxacaq ki, o da deyəcək ki, mən necə bilə bilərik, nə təklif edə bilər? 2-dən 3-ə gedirəmsə, 2-yə qədər olan ən qısa məsafə nədirsə, bu D2 olacaq da, düzdür? 2-yə qədər olan ən qısa məsafə, bunun üzərinə 2-dən 3-ə ən qısa məsafə. Yəni, 2-dən 3-ə ən qısa məsafə nədir? Yəni, ən qısa deyəndə elə məsafənin özü. 2-dən 3-ə məsafə nədir? 1. Deyir ki, mənə ən qısa məsafə 2-dir. Yəni, mənə qədər 2-də ən qısa məsafə. Məndən sənə də yolun uzunluğu 1-dirsə, elə bunu da qoyum üzərinə olacaq, bu da 1 yolda, yəni təklif edirəm sənə. Baxır ki, o da müqayisə edəcək ki, əlimdə olan nədir? 4-dür. Onu mənə təklif edilsə 3-dür. Əgər daha yaxşıdırsa, dəyişir onu. Distance 3-ü dəyişir 4-dən. Deyir ki, həm 3-dür. Bundan sonra distance 3-dür. Və buna baxdıqdan sonra, yəni BFS kimi, sonra 3-dən 4-ə baxır. 3-dən 4-ə ən qısa məsafə, yenə eyni məntiqlə 3-ə qədər ən qısa məsafə artıq 3 olub. Və 3-dən 4-ə də ən qısa məsafə neçədir? 2-dir. 2 plus 3-dən də D4-ü biz 5 almış oluruq. Yəni, məntiqi bu qədər sadə, bəsit bir şeydir uşaqlar. Yəni, biraz greedy işləyir, yəni sadə olaraq. Bu, yəni işləmə mexanizmində problem var. Başa düşməniz, məntiqini başa düşməniz yeri var. Koda keçməmişdən əvvəl onu soruşaq. Yoxdur. Əla. O zaman gəlin keçək koduna. Koduna keçməmişdən əvvəl gəlin bunları biz qeyd edək ki, hara var yol və yolun uzunluğuna gedək. Bu dəfə bu barədə danışaq ki, o harada, hansı vəziyyətlərdə bizim işimizi qısaldacaq. Deməli, fikir verirsə U, V, bir də W alırıq. Bu demək ki, U-dan V-yə yol var və yolun uzunluğu da W-dur. Yəni, biz artıq buna görə də vektorun içərisində pair ilə fikir verin. Burada vektorumuz var. Normalda vektorun içərisində vektor yazırıq biz. Ki, A nöqtəsindən bir neçə dənə nöqtəyə yolumuz ola bilər. Burada isə vektorun içərisində vektor, bir də o da pair ilə vektordur. Yəni, vektorun içərisində pair ilə vektor. Bu şəkildə gəlin götürək. Yəni ki, bizdə nə olacaq uşaqlar? G1-miz, G1 bərabər olacaq nəyə? 1-dən hara getmək mümkündür? 2-yə getmək mümkündür. 1-ə əlavə edirik 2-ni və o yolun uzunluğunu. Yəni, biz əlavə edəcəyik. Birinci hara getmək mümkündür? 2-yə getmək mümkündür. Yolun uzunluğu nə qədərdir? O da 2-dir. Daha sonra 1-dən getmək mümkündür 3-ə. Yolun uzunluğu nə qədərdir? 4-dür. Bunları əlavə edirik. Sonra G2. Buna da əlavə edirəm. Hara getmək mümkündür? 1 nöqtəsinə getmək mümkündür. Yolun uzunluğu 2-dir. Daha sonra hara getmək mümkündür? 3-ə getmək mümkündür. Yolun uzunluğu nə qədərdir? 1-dir. Bunu da əlavə edirik. Sonra G3. 3-ə bunu biraz daha böyüyək ki, sığışmayacaq. G3 bərabərdir. 3-ə 1-dən getmək olar. 1,4. Yəni, 1-ə getmək olur. Yolun uzunluğu 4-dür. Daha sonra 2-yə getmək olur. Yolun uzunluğu 1-dir. Bir də hara getmək olur? 4-ə getmək olur. Yolun uzunluğu da nə qədərdir? 2-dir. Bir də G4-ün özünə alırıq. G4. Bu da yalnız 3-dən gəlmək olur. Yolun uzunluğu da 2-dir. Bu qrafın alınması yəqin ki, sizin üçün problem yoxdur. Bunu da aldıq, başa düşdük. Başa düşdük və buradan da ekstra bilirik ki, 1-dən ən qısa məsafələri tapaq və distance'larda özümüz üçün yadda saxlayaq. Gələk bura. Gəlin də baxaq ki, burada işləmə necə gedəcək. İstifadə edirik periodic queue'dən və
niyə görə periodic Q-dən istifadə edirik? İndi biz onu görəcəksiniz ki, hansı vəziyyətlərdə, bir də burada greater var uşaqlar. Greater'də keçən dərs demişdik ki, biz massivimizi tərs sıralamaq üçündür. Demişdik, məsələn, sort var idi, A virgül, A plus N yaza bilirdik biz. Yəni, bu nə edirdi? Massivi sortlayırdı, sıralayırdı azdan çoxa doğru. Amma siz bir dənə bunun yanına yazsaydınız ki, məsələn, greater bu şəkildə int, belə. Bu nə edəcəkdi? Massivi çoxdan aza sıralayacaqdı. Yəni, sort reverse də adını istifadə edir uşaqlar. Amma bu şəkildə greater intdən də sıralamaq olardı. Greater int bu şəkildə istifadə olunur. Periodic Q-da da biz bunu istifadə edirik, pair ilə götürürük Q-mizi və greater intlə yazırıq ki, o bizi çoxdan aza sıralasın, azdan çoxa yox. Və bunu da bilirsiniz ki, məsələn, periodic Q-mizdə bizim deyək ki, var, məsələn, 2, 3, 4. Məsələn, adi greatersiz, normal periodic Q-da. Bunun topu hansıdır uşaqlar? Deyək ki, greatersiz, adi sadə periodic Q azdan çoxa sıralayıb. Bunun topun çıxışa vermək istəsəm mən desəm ki, topu çıxışa ver. Onda hansı? 4-ü verir. A4-ü götürəcək, bəli. Yəni ki, hansı ki, artıq çıxışdadır, ən böyüyünü belə deyək də. Və pop eləsəm də təbii ki, bu 4 silinəcək buradan. Amma indi mən greater intlə yazsam uşaqlar, onda mənim periodic Q-im belə olacaq. 4, 3 və 2. İndi mən topu götürmək istəsəm, mənə 2 verəcək. Və pop eləsəm də təbii ki, 2 silinəcək. Bunu da bilək. Yaxşı. Gələk. Yenə BFS-dəki kimi uşaqlar burada biz distance-ları müsbət infinity edirik. Yəni, niyə görə müsbət infinity edirik? Çünki təkliflər aldıqca biz onları dəyişdirməyə çalışacaq. Hələlik bütün məsafələri ən böyük edirik ki, buradan alacağımız təklifə görə biz dəyərləndirək. Yəni, bu təklif ondan daha kiçikdirsə, biz belə demişdik də, düzdür? Daha kiçikdirsə, o zaman dəyişdirməliyik. Daha kiçik olduqca dəyişdirəcək. Buna görə təbii ki, daha böyük eləməliyik, infinity edirik biz ilk olaraq qiymətlərimizi. Və hətta gəlin deyək ki, burada harada qeyd edirik onları? Burada qeyd edirik istəyirsə. Yəni, distance 1 bərabərdir infinityyə, distance 2 bərabərdir infinityyə, distance 3 də bərabərdir infinityyə və distance 4 də bərabərdir infinityyə. Belə. Bunlar bizim distance-larımızdır. Bunlar da burada qalsın. Və biz, yəni, BFS-də kimi nəylə gəlmişik? S-lə gəlmişik. Distance S bərabərdir 0. Yəqin ki, bunun izahına elə bir ehtiyacınız yoxdur. Yəni, S nöqtəsindən gəlmişsənsə, demək ki, S-ə olan ən qısa məsafə 0 olmalıdır. Düzdür? Birdən birə ən qısa məsafə 0-dır və Q-mizə, yəni periodic Q-mizə əlavə edirik uşaqlar. Nəyi? Həmişə əlavə edəcək o nöqtəyə olan yolun uzunluğunu və həmin nöqtənin özünü. Nəyə ki, baxılmalıdır? Bunlar Q-mizə yerləşdiririk biz. Orada, yəni, pairləndir uşaqlar bunlar. Düzdür? Həm əlavə edirik yolun uzunluğunu, həm də əlavə edirik nodun özünü. Birinci yolun uzunluğunu əlavə edirik, sonra nodun özünü əlavə edirik. Niyə görə əlavə edirik belə bu şəkildə? Çünki biz nodların artma və azalma sırasına görə baxmalı deyilik də. O yolların artım azalmasına baxmalıyıq. Yəni, bizim periodic Q-miz çoxdan aza sıralanıb hazırki vəziyyətdə. Nəyə görə çoxdan aza sıralanmalıdır uşaqlar? Ona görə ki, o yolların uzunluğuna görə. Yəni, bu yolların uzunluğuna görə. Bu da ki, first-ə görə sıraladığına görə biz birinci tərəfinə, first tərəfinə, yəni first-ə atırıq yolun uzunluğunu, second-ə atırıq yolun özünü ki, sıralamada o doğru şəkildə sıralaya bilsin. Yəni, 0-dan 1 gedir bizim periodic Q-miz uşaqlar. 0, 1. 0, 1 düşdü. Düşdü və normal BFS kimi gedirik. Yəni ki, boş olana qədər biz baxacağıq. V bərabərdir. Yenə də uşaqlar, bunu belə deyək də, yenə də qaralayıram. Amma bu dəfə yəni baxacağıq. Vaxtımızda qalacaq buna. Və bu hissəsini bir dənə mən hələ ki istifadə edəməyək uşaqlar. Bunu yazmasaz da problem yoxdur. Düz cavab alasınız. Amma niyə yazırıq? Onu da deyəcəm dərsdən. Yəni, birinci bu izahatı verək, sonra o barədə danışarıq. Eyni, biz bunu götürmüşük. Gəlin baxaq ki, hansı nöqtədəyik biz? V nöqtəsindəyik, düzdür? V bərabərdir Q.top.S. Yəni, hansı ki, ən başdadır. Top bizə dediyim kimi nəyi verəcək? Orada ən balacasını verəcək. Nəyin ən balacasını? Məsafələrə görə. Yəni, ən balaca məsafə hansıdırsa, onu götürməliyik biz. Ən balaca, burada bir dənə onsuzda 0-dan 1, yəni 1 noduna ən qısa məsafə 0-dır. Top S, S-dəki define yuxarıda second deməkdir. Götürür second-ı. Yəni, bunun second-ı V bərabərdir 1. Yəni, 1 nöqtəsinə baxırıq biz. Q-də pop edirik o dəqiq uşaqlar ki, buna baxdıq. Getdi bu. Pop edirik, V bərabərdir 1. 1 nöqtəsindəyik.
Bir nöqtəsində isə indi baxmalıyıq nəyə? Bir nöqtəsindən haralara getmək mümkündür. Haralara getmək mümkündürsə onlara baxaq. Distance'ımızı 0 olaraq dəyişdirmişik yuxarıda. Gedirik fora. Bu şəkildə fora baxırıq və baxırıq ki, hansı nöqtələrə getmək mümkündür. Yəni CV qrafda, G qrafında V nöqtəsindən haralara getmək mümkündür. Baxıram ki, V nöqtəsindən 2-yə getmək mümkündür, 3-ə getmək mümkündür. Bax, qrafda biz birinci nodu saxlamışıq, sonra məsafəni saxlamışıq. Amma Q-də birinci məsafəni saxlayır, sonra nodu saxlayırıq, bunu qarışdırmır. Hara getmək mümkündür uşaqlar? Baxırıq. To bərabərdir edge nöqtə first. Bax, bu elə, belə deyək də, birbaşa olaraq nodu götürür. Yəni, to bərabər olur burada. Bunun first-nə, 2-yə. Yəni, 2-yə getmək mümkündür. Birdən həqiqətində 2-yə getmək mümkündür. Bir də cost-unu götürür uşaqlar. Edge nöqtə second. Yəni, bu da ki, second-da. Cost da bərabər olur nəyə? O da bərabər olur 2-yə. Yəni, 2-yə getmək mümkündür və onu da birdən 2-yə getmək üçün xərcimiz də ki, 2-dir. Və indi burada dediyimiz məsələ. Ola bilər ki, mən 2 üçün verdiyim təklif, indi verəcəyim təklif, yəni, onu bəyənməsin. Ola bilər ki, onun daha əvvəlki təklifi daha yaxşı idi, daha öncə aldığı. Ona görə sadəcə mən təklif edirəm. Distance V, yəni hazırda olduğum məsafə, hazırda mən V nöqtəsindəyəm də, düzdür? V nöqtəsinə qədər olan ən qısa məsafə nədir? Uşaqlar 0-dır. Düzdür? Distance 1, 0-a bərabərdir. Üzərinə gəlirəm 1-dən 2 olan məsafəni, yəni ki, 1 nöqtəsinə 0 uzunluq var. 1-dən 2-yə də ki, 2 uzunluq var. Düzdür? 0 plus 2. Bu nəyi göstərir uşaqlar? Bu ona göstərir ki, 1 nöqtəsindən 2 nöqtəsinə ən qısa məsafə 2-dir. 2-dir. Yəni 2 təklif edirəm mən buna. Deyirəm ki, sənin hazırda aldığın distance nədir? Distance 2 nədir uşaqlar? Infinity, düzdür? Əgər mən indi təklif edəyim səndən daha yaxşıdırsa, yəni daha kişidirsə sən indi hazırda olduğun dəyərdən, o da dedi ki, hə, daha yaxşıdır. Mənim hazır infinitydir, yəni çox böyükdür mənim ən qısa yolum. Amma sənin təklifin daha yaxşıdır mənə. Yəni 0 üstə yəni ki, 2-dir də bu. Onda deyir ki, hə, onda gəl dəyişdirək sənin dəyərini. Distance 2, yəni distance 2. Distance 2 bərabər olur nəyə? Bərabər distance V plus costa. Yəni, bu da ki, aydın deyək. Hardan gəlirəm? Mən 1-dən gəlirəm. 1-ə qədər ən qısa məsafə 0-dır. 1-dən 2-yə yolun uzunluğu da 2-dir. 0 üstəgəl 2. Bundan sonra distance 2 mi oldu? Artıq məndə olur neçə? Infinity yox, 2. Bu oldu 2. Bunu dəyişdirdik. Həmçinin də 1-dən 2-yə yol varsa, adi bir feyzdəki kimi artıq 2-ni də mən Q-yə əlavə eləməliyəm ki, 2-yə də gedib baxmalıyam. Q-yə əlavə edirəm distance-unu, fikir verin, birinci distance-ı artıq yeni dəyişdirilmişi. Yəni 2-ni əlavə edirəm bura. Məsafə, bu birinci məsafədir yaşalır. Yəni 1-dən 2-yə, bu 2 nöqtəsinə ən qısa məsafə 2-dir. Sonradan nodun özünü, to-nu. Bu da bu to-dur. Belə hamısı to oldu belə. To. Bu da oldu bizim 2-3-ün baxışımız. Bu bitdi. Bitirsə, gəlin qaydaq geriyə. Hara qaydacaq? Buraya qaydacaq uşaqlar, fora. Yəni fora qaydırıq ki, başqa haralara getmək mümkündür, onlara baxaraq. Yəni bu Q-yə əlavə olunub və gözləyir orada. Sonra hara getmək olar? 3-ə getmək olar. To bərabərdir nəyə? First-nə, 3-ə. To bərabərdir 3. 3-ə getmək mümkündür. Bəs onun cost nə qədərdir? 1-dən 3-ə getməyə mahiyyəti 4-dür. Cost bərabərdir 4-ə. Yəni 3-ə gedə bilərsən 1-dən, birbaşa olaraq və xərcimiz də 4-dür. İndi yenə gəlir təklif edirəm ki, mən sənə belə bir təklifim var. Distance 2, distance 3 nəyə bərabərdir? Uşaqlar infinity-yə bərabərdir. Bizim təklifimiz nə olacaq? V-yə ən qısa, 1-dən gəldik də biz. 1-ə ən qısa məsafə 0-dır. 1-dən 3-ə məsafənin dəyərdəki 3-dür. Daha doğrusu 4-dür. Təklif edək ona. O da deyir ki, hə, təbii ki, bəyənirəm. Sən mənə 4 təklif verirsən qısa məsafə olaraq, mən də infinity-dir. Ona görə bunu bəyəndik. Bəyəndiksə nə etməliyik olar? Distance 4, yəni distance 4, daha doğrusu distance 3. Bərabər olur nəyə? Hardan gəlirik biz? V nöqtəsindən gəlirik. V-yə ən qısa məsafə nədir? 0-dır. Və bəs V-dən bura qədər ən qısa məsafə dəyər nədir? Xərc nədir? 4-dür. 0-4-dən 4 alıram. Yəni 3-ə hələ ki uşaqlar mən 1-dən aldığım təklif 4 idi. Onu dəyərləndirdim. Yəni gedirəm ona görə dəyişdirirəm. Yəni 3-ə ən qısa məsafə nə olacaq? 3-ə ən qısa məsafə olacaq 4. Bunu dəyişdirdim. Hələ ki bir dənə distance 4-üm qaldı dəyişdirməliyim. Və salam inşallah. Artıq 1-dən gedə biləcəyim bütün nöqtələrə baxmışam. 2 nöqtəsində baxdım, 3 nöqtəsində baxdım. Bu formanın artıq işimiz bitdi. Bu formanın işimiz bitdi. Amma bir dənə bu qaldı ki, 3-ün özünü də Q-yə əlavə eləməliyəm. Yəni də Q-yə nə əlavə edirəm uşaqlar? Birinci distance 2-nu, yəni 4-ü. Bax, distance 2-nu 4-ü. Sonra nodun özünü, 3-ü. Bunu da dedi ki, niyə görə? Yəni o məsafələri sıralansın. İndi mən bunu 4-lə 3-ü Q-yə əlavə eləməliyəm. Yəni sual yaranır uşaqlar. Mən bunu, bu yoxdur da artıq. Bunu silə bilərik buradan.
Bunu silə bilərik. Sual yaranır ki, 2-2-nin soluna mı əlavə edeyim, sağına mı əlavə edeyim? Deyə bilərsiniz. Dərin bir sükut çəkdi orada. O boyda aşağıdan bir nəfər tapa bilmir. Bu 4 üçün mən sola mı əlavə etməliyim, yoxsa sağa mı əlavə etməliyim? Sağa. Sağa təklif edir. Amma sən o. Hə. Amma sağ deyir. Başqa təklif var. Hələ ki başa düşürəm. Prosta niyə iminlə priority queue işlətdiyinizi düşünürəm. Hadi görəsən, onda yavaş-yavaş. Onu başa düşürsənsə cavab ver, görüm sola əlavə etməliyim, yoxsa sağa? Amma sağ desə də sol deyək. Aha. Sola. Sonra izah edərsən. Onu da ona sol. görə. Yani bu soru geçen defa da verdi bize. Keçən dəfə tapmamışdınız, İlyas. Hiç kim bilmez. Deyərsən sol idi, mən keçən dəfə sol demişdiniz. Sol lazımdı benim. Sol lazımdır. Sol. Doğrudan 2-dədir, hə, 4 sola. Yəni uşaqlar bu yəni keçən dəfə də mən təcrübələmişdim ki, bunu niyə tapa bilmirsiniz? Yəni təcrübələndirirsiniz məni maşallah. Yəni məntiq olaraq baxsaz kodu kənara qoyum. Ki indi mən sizcə nəyə baxmalıyam? Yəni mən bunu sağa əlavə etsəm, bu deməli ki bu top eləyəndə bunu götürəcək də, düzdür? Gəlin sağa əlavə edək. Nə baş verir əgər mən sağa əlavə etsəm? Mən 4-dən 3 əlavə etsəm, gəlib növbəti dəfə topu götürəcək də, küydəki topu. Yəni bunu götürəcək. 4 nöqtə, indi 3 nöqtəsinə baxacaq bu. Düzdür? 3 nöqtəsinə baxacaq. 3-dən də ki 4-ə ən qısa məsafə nəsə gedəcək, onu tapacaq və səhv tapacaq. Niyə görə? Çünki bu məntiqlə gedəcək onu təklif edəcək. Deyəcək ki, mənə ən qısa məsafə nədir? Uşaqlar 4-dür. 4-dən, yəni 3-dən 4-ə ən qısa məsafə nədir? 2-dir. Deyəcək ki, sən daha kiçikdirsə sənin dəyərindən, bunun dəyəri infinitydir uşaqlar. Bu da məcbur razı olacaq. Və mənim distance 4-ün nəyə bərabər olacaq? 6-ya. Halbuki yanlışdır. Niyə görə? Çünki hələ 3-lə bizim işimiz bitməmişdir. Yəni bu yöndən məntiqi olaraq baxsaq, bura əlavə eləməyimiz yanlışdır. Kod olaraq da baxsaq yanlışdır da. Yəni bu qədər danışdıq ki, priority queue neyini azdan çoxa sıralayır normalda. Amma biz greater pair ilə yazdığımıza görə bu çoxdan aza sıralamalıdır. Nəyə görə sıralayır? Buna firstlərinə görə. Yəni 4-dür, 2-dir. Yəni bu böyüdürsə solda olmalıdır, çoxdan azaddır. Yəni bu çətindir uşaqlar, başa düşmək. Neyini yaparırıq? Sol tərəfinə yerləşdiririk ki, birinci buna baxaq. 4, 3. Bunu yerləşdirdik bura. Yaxşı. Hətta bunu istəyirsə biraz yaxına götürək ki, oradan bizə lazım ola bilər. 4, 3. Birinci məsafəni, sonradakı nodun özünü. Davam edək. Birlə işimiz tam olaraq bitdi. Birinci noda yəni tam olaraq baxdıq. Birdən ən qısa məsafələrdə təkliflərimizi elədik. İndi hara baxmalı uşaqlar? 2-yə baxırıq. Düzdür? 2-yə baxırıq. Yəni 2 sırf belə deyil. Bir fezdə həmişə 2-yə baxırdı bu. Amma burada sırf o 2 azdır, yox. Ona görə 2-yə baxır ki, 2-yə məsafə 2-dir, 3-ə məsafə 4-dür. Əgər 3-ə məsafə daha az olsaydı, gedib birinci 3-ə baxacaqdı. Yəni ona görə məsafəyə görə 2-yə baxdı. Ola bilər ki, başqa vaxt 3-ə baxsın. İndi 2-yə baxacağıq. Gedək baxaq 2-yə. Yəni V bərabər olur 2 topun secondına. Topda budur. Secondda 2-dir. Bu demək ki, 2 nöqtəsinə baxmalıyıq biz. 2 nöqtəsinə baxırıq və pop edirik onu. Bunu baxdıq. Sonra gedirik 2-dən haralara getmək mümkündür, onlara baxacaq uşaqlar. 2-dən getmək mümkündür 1-ə və 2-dən getmək mümkündür 3-ə. Əvvəlcə gəlin baxaq 1 götürək. 2 bərabərdir 1. Görürsə, yəni baxırıq, yəni problem yoxdur. Nə olsun ki, baxmışıq daha öncə. Təkliflərimizi edirik uşaqlar. Cos nədir? 2-dən 1-ə məsafə, cosumuz 2-dir. Cos da bərabər olur 2-yə. Təklif edirəm. Deyirəm ki, bir nöqtəsi. Sənin ən qısa məsafə nədir? Distance 1-dəki 0-dır. Yəni bu 0. Buna daha şey təklif edə bilməyəcək təbii ki. Deyir ki, mənə qədər yəni 1 nöqtəsində ən qısa məsafə 2-dir. 2-dir. Məndən sənə yolun uzunluğu da yenə 2-dir. Yəni mən sənə təklif edirəm ki, gəl sənə 4 verəsən ən qısa məsafə olaraq. Təbii ki, bəyənmir onu və qəbul etmir. Yəni heç bir şey başmır. Ya onu Q-yə əlavə eləmirik, ya da ki, distance'ını dəyişmirik və heç nə belə razılığa gələ bilmirik uşaqlar və burada stop edirik. Razılığa gələ bilmirik və dayanırıq. Növbəti 2-dən başqa hara getmək olar? 2-dən 3-ə getmək olar. Gəlin gedək ona baxaq. 2-dən 2 olur 3. 2-dən 3-ə yolun uzunluğu biz görürük ki, burada da görə bilir, burada da 1-dir.
Gəlin yenə təklifimizi edək. Yenə gəlirik. Deyirik ki, 3. Sənin ən qısa məsafə nədir? Distance 2. Yəni distance 3 nədir? 4. Biz nə təklif edirik ona? Biz deyirik ki, 1-dən mənə qədər, yəni distance-dan V nədir uşaqlar? V 2-dir. Yəni başdan 1-dən 2-yə ən qısa məsafə nədir? Distance 2, 2-dir. Məndən də deyir ki, sənə qədər yolun uzunluğu dəyəri 1-dir. Bu deməli ki, bu qədər məsafəyə sənə gəlmək mümkündür. Bəyənirsənmi? Təbii ki, bəyənirəm. Yəni, bu daha yaxşı oldu. Yəni, bir 4-ə gəlmişdi. İndi isə 2 və 1-ə gəlirik. Bu daha yaxşı oldu. 3-dür. O zaman nə edəyək? Gəl sənin dəyərini dəyişdirək. Distance 2, yəni distance 3 bərabər olur. Nəyə? Eyni söhbətə. Hardan gəlirəm? V-dən gəlirəm. Ora qədər ən qısa məsafə 2-dir. Və cosdakı 2-dən 1-ə, 3-ə yolun uzunluğu da 1-dir. Distance 3 bərabər oldu bundan sonra 3-ə. Gedirik onu dəyişdiririk uşaqlar. 4 yox, artıq bundan sonra 3 olacaq bu. Və nə edirik? Q-yə də əlavə edirik distance 2 və 2-nu. Yəni, Q-mizə əlavə edəcəyik uşaqlar. Distance-ı, yeni distance 3-dür və hansı nöqtəyə? 3 nöqtəsinə. Yenə sual verim, görün. Bunu sola əlavə edirəm, yoxsa sağa əlavə edirəm. Sağa. 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 Bəli, sağa əlavə edirəm. Çünki niyə görə? Çünki first-ü daha balacadır. Ona görə 3-3 əlavə edirəm. 3-3 əlavə edirəm və 2 nöqtəsindən də artıq mənim işim bitdi. 2-dən gedə biləcəyim bütün yerlərə gelmişəm və gəlirəm, keçirəm növbəti nöqtəyə. Növbəti nöqtəyə keçid edəcəyik. Növbəti nöqtə. Bunu götürürəm. Çünki sağdakını götürürəm işə. V bərabər nəyə? 3-ə. 3 nöqtəsini analiz edəcəyik. Və hop edirəm bunu. Getdi bu. 3-dən haralara getmək mümkün inşallah? 3-dən 1-ə də getmək mümkündür, 2-ə də getmək mümkündür, 4-ə də getmək mümkündür. Bunu daha mən düşünürəm ki, çox uzatmağa ehtiyac yoxdur. Əvvəlcə 2 bizdə bərabər olur 1-ə. 1-ə də ki, təklifimiz nə olacaq? Təklifimiz olacaq ki, 3-ə qədər ən qısa məsafə 3-dür. 3-dən 1-ə ən qısa məsafə 4-dür. 3 bas 4-dən 7 təklif edəcəyik. Ona da ki, ən qısa məsafəsi 0-dır. Ona görə bəyənməyəcəyik bunu. İstəmədik. Sonra 3-dən hara getmək mümkündür? 2-yə mümkündür. Yenə eyni söhbət. Yəni 2 olanda təklifimiz nə olacaq? Deyəcək ki, 3-ə ən qısa məsafə 3-dür. 3-dən 2-yə də ən qısa məsafə 1-dir. Bunun özünün də distance ikisindəki 2-dir. Bunu da bəyənməyəcək təbii ki. Yəni, burada 3-dən harasa gelmək bizə heç yerə sərf eləmir. Yəni, sonra növbəti olaraq bizə lazım olacaq burada distance 4-ü dəyişmək. Yəni, 2 bərabər olacaq 4-ə. 2 bərabər olur 4-ə. Yəni, 3-dən başqa hara getmək mümkündür? 4-ə getmək mümkündür. Cos nəyə bərabərdir? Cos da bərabərdir 2-yə. Yəni, mahiyyət 2-dir. Və distance V plus cos. Yəni, baxın, distance 4 nədir uşaqlar? Hələ də infinite olaraq qalır. Yəni, hələ ki 4-ə getməmişik. Infinite-dir o. 3-ə ən qısa məsafə nədir? 3-ə ən qısa məsafə 3-dür. 3-dən 4-ə mahiyyət nədir? 2-dir. Yəni, biz 4-ə təklif edirik ki, yəni, istəsən 5 uzunluqla gəlib sənə çatmaq olar. Bəyənirsənmi? Təbii ki, bəyənirəm. Və gedirəm onun dəyərini dəyişirəm uşaqlar. Dəyərini dəyişirəm, edirəm 5. Və təbii ki, Q-yə də əlavə edirəm. Nə əlavə edirəm? 5 yolun uzunluğu və hara gedirəm? 4-ə gedirəm. Q-yə əlavə edirəm. Sağa mı, sola mı? Artıq yəqin ki, bunu da hamımız başa düşdünüz. 5 və 4. Əlavə elədim. Əlavə edirəm və burada artıq nə olacaq? Bitəcək. İndi bunu yəqin ki, başa düşürsünüz ki, 5 ilə 4-ü götürəndə heç bir şey dəyişməyəcək burada. Niyə görə? Çünki 5 ilə 4-ü götürəndə 4-dən hara getmək mümkün? 3-ə getmək mümkün. Təklif edəcək ki, mənim ən qısa yol 5-dir. 2 də bu yolun uzunluğudur, edir 7. İstəyirsən, o da deyəcək ki, yox, mənim ən qısa yol 3-dür, bəyənməyəcək. Ona görə bunu istəməyəcək. Və gələcək bura uşaqlar. Daha doğrusu ondan qabağa gəlirəm usta bura. Sadəcə gəlin baxaq ki, bu nə işə yarayır. Yəni, indi artıq bunu biz aça bilərik. Yəni, burada artıq belə deyək də, bizim diaxramımız bitir. Yəni, bu ikisinə baxır, sadəcə elə bir önəm daşımır da, təklifləri bəyənməyəcək heç vaxt. Burada bir dənə deyək ki, sualları alaq ki, burada başa düşməyiniz yer var. Burada bitir artıq. Biz nəticədə nə aldıq uşaqlar? Biz nəticədə aldıq ki, distance, yəni distance'lar aldıq. Distance 1, 0-dır, distance 2, 2-dir, distance 3, 3-dür, distance 4-də 5-dir. 1-dən 2-yə ən qısa məsafə, 3-ə ən qısa məsafə, 4-ə ən qısa məsafə. Üstü tapıldı. Mən düşünürəm ki, burada hər şey aydındır. İndi gəlin buranı, bu sehirli qutunu açaq. Və gəlin baxaq ki,
İndi o nə işə yarayırdı? Elə yaxşı oldu, nümunəmiz yaxşı oldu ki, elə bizə faydalı olacaq. İndi nə baş verir mənim uşaqlar? Gəlin açaq nümunəmizi. Bu vaxta qədərki suallarda, məsələn deyək ki, bu nümunə üçün 3-3-dür də bu, düzdür? Elə 3-3-dən gəlin, bir dənə biraz da geri qayıtaq və 3-3-dən başlayaq. 3-3-ü götürəndə ki, bu hissəsinə baxmaq istəyirik biz. Nə deyir uşaqlar? Bu deyir ki, deməli, ən o topdakı hansıdırsa, ora qədər olan onu götürürük V ilə. V bərabərdir 3-ə. Düzdür, topda budur da. V 3-dür. Deyir ki, onun distansı nədir? Topun first-düdür da, düzdür. Second özüdür, first-dəki məsafəsidir. Yəni D alt qat V bərabər olur nəyə? 3-ə. Bu da 3-dür, yəni 3-ə ən qısa məsafə 3-dür. Hop edirik. Sonra deyir ki, əgər DV, yəni 3-ə ən qısa məsafə distance V-yə bərabər deyilsə, onda continue elə. Təbii ki, DV bunun yəni, saxladığıdır. Distance V də yenə ən qısa məsafədir. Bu buna bərabərdir. Bərabər olduğuna görə continue eləmir, düşür aşağı işini görür. Sonra yanar ki, bu elə bu da distance tapır, bu da distance tapır. Onlar nə vaxt bir-birinə bərabər olmaya bilərlər ki, elə bu nümunədə görəcəyik ki, uşaqlar bəzən bərabər olmaya bilirlər. Bunu almışıq artıq, baxmışıq. Gəlin davam edək. Yəni bərabər hər zaman bayaqki vəzdə bərabərdir, bura qədər bərabər gəlir onsuz da. Burada bərabər olmur uşaqlar. Baxın, V bərabərdir 2 nöqtə topun seconduna, bunu götürürük də biz, düzdür. Bunun seconduna, yəni V bərabər olur 3-ə. Bu demək ki, 3 nöqtəsindəyik biz. Sonra, DV nədir uşaqlar? 2 nöqtə topun first-dür. Yəni D, V bərabərdir 4-dən. Yəni 3-ə ən qısa yol 4-dür deyir. Niyə görə deyir uşaqlar? Ona görə deyir ki, bunu biz lap çoxdan əlavə eləmişik. Yəni 1 var idi, 1-dən 3-ə gedəndə, 1-dən 2-yə gedəndə. Bir burada da əlavə elədik. 1-dən 2-yə ən qısa yol nədir uşaqlar? 2 idi. 2-lə 2 əlavə elədik. Sonra 4-lə 3 də əlavə elədik. 1 nöqtəsində. Biz elə bir ki, bir dənə 4-lə 3 əlavə elədik. Bir dənə də 2-lə 2 əlavə elədik. Yəni 2-yə ən qısa yol 2, 3-ə ən qısa yol 4. Bu 1-dən gəldi. 1-dən buralara gəldi. Sonra gedib ən qısa yol bu daha qısa olduğuna görə 2-dən də bir dənə əlavə elədik ki, 3-ə getmək mümkündür, 3-lə getmək mümkündür, 3-3. Sonra bu qısa olduğuna görə getdik buna baxdıq. Baxın, bu elə bir ki, köhnəlib qaldı burada. Köhnəlib qaldı, artıq buna baxmaya ehtiyac yoxdur. Çünki biz yenisinə baxmışıq, artıq bunun dəyərini almışıq. Yenisinə baxmışıqsa uşaqlar, artıq buna baxmaya ehtiyac yoxdur. Deyəcəm niyə? DV bərabər 4, deyir ki, DV, yəni 4, bərabərdirmi distance V-yə? Xeyr, distance V artıq 3-dür, bərabər deyil. Gördünüz, bərabər olmadığına görə deyir ki, baxma. Yəni, qoy qalsın, continue. Yəni, indi deyəcəz ki, ola bilməzmi ki, daha yaxşı variant olsun? Xeyr, ola bilməz. Çünki bu, onsuz da 3-3 var idi burada, düzdür. Biz getdik, 3-3-ə baxdıq və onu dəyərləndirdik. Yəni, bu çoxdan azı sıralamasında məqsədi buydu onsuz da. Bir digəri o ki, təbii daha qısaya baxmaq doğrudur. Digəri burada da bizə fayda verir. Hansına baxdıq? Birinci daha yol qısa olana baxdıq. 3-ə daha qısa olan 3 var idisə, 3 uzunluq var idisə, ona baxmışıq və onu dəyərləndirmişik biz. Yəni, bu ola bilməz ki, artıq sən daha uzun yol təklif edərək, yəni orada sən cavab tapa bilərsən. Sən gedib baxsan belə, dediyim kimi, cavab onsa yanlış olacaq. Baxsan belə nə deyəcəksən? Deyəcəksən ki, 3-ə ən qısa məsafə mən 4 təklif edirəm. Amma ki, mən hazırda faktik olaraq 3-lə, yəni mən ən qısa yolum 3-dür. Yəni. Sən bundan daha necə faydalı ola bilərsən? Ona görə uşaqlar bu vəziyyətdə artıq gedəcək, buna baxacaq və buna baxır. Sadəcə heç bəyənmir. Amma buna isə ümumiyyətlə baxmır. Yəni, buradan düşə bilmir, burada ilişir. Bu da buna görədir ki, yəni boş yerə gedib baxmasın. Olur da, yəni ki, dediyim kimi, 1-dən 3-ə yol 4-dür, 4-lə 3-ə əlavə eləmişəm. Sonra gedirəm 2-dən 3-ə də yol var. 3-lə 3-ə də əlavə eləmişəm. Görürsünüz, periyodik 2-də 2 dənə 3 qalıb. Yəni, 3-ə baxmaq, elə ki, bu 1-dən gələn təklifdir. Bu 2-dən gələn təklifdir. Mən gedirəm hansını birinci dəyərləndirirəm? 2-dən gələni. Niyə görə? Çünki ona təklifi daha yaxşıdır. Çünki o 3-3 mənə təklif edib. Onu dəyərləndirəndən sonra bunu artıq dəyərləndirməyə mənası yoxdur. Bunu baxmağın mənası yox. Buna görə bunu yazmışıq ki, əgər dəyişiklik bir-birinə bərabər deyilsə, o zaman continue elə. Bu demək ki, birinci hansında baxmışam, yerdə qalan artıq nədir? Daha böyüdür. Çünki daha balacasına biz əvvəlcə baxırıq. Və buna görə artıq buna baxılmışlar var. Biraz zaman qazanırıq buna görə.